Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz mərkəzləşdirilmiş vahid Azərbaycan dövləti mövzusunda olacaq. Biz bugün sizinlə Səfəvilər dövlətini öyrənməyə başlayırıq. Bugünkü mövzumuz dövlətimizin yaranması və Şah İsmayılın hakimiyyəti illərinin bir hissəsini əhatə edəcək. Mən başdan demək istəyirəm ki, biz bugünkü mövzu ilə tariximizin ən möhtəşəm səhifələrindən birinə qədəm qoyuruq. Hər nə qədər enişli, yoxuşlu, pis, yaxşı, dünyadakı bütün dövlətlərdə olduğu kimi dövrlərdən keçmiş olsa da belə, Səfəvilər dövləti Azərbaycan dövlətçilik tarixində sözün əsl mənasında iz qoymuş bir dövlətimiz olmuşdu. Bu dövlətin tarixi hansı tərəfdən baxırsınızsa baxın, istər dövlətçilik, istər mədəni sahədə sözün əsl mənasında məktəb yaratmışdı. Öyrənilməyə dəyər və öyrənərkən də doya-doya ürək dolusu, qürur hissi, fəxarət hissi keçirəcəyiniz tariximizin bir səhifəsidir. Ona görə də diqqətli olaq, haqqını verərək öyrənək. Biz Səfəvilər haqqında Ərdəbil hakimliyi mövzusunda danışmışdıq. Ən son olaraq isə 1494-cü ildə Səfəvilərlə Bayandurlar arasında baş vermiş Şəməsi döyüşünü qeyd etmişdik. Hansı ki, bu döyüşdə Səfəvilər məğlubiyyətə uğradıldılar. Səfəvilərin şeyxi öldürüldü, onlara qanlı divan tutuldu. Son bir nümayəndələr İsmayıl isə Qızılbaşların tərəfdaşları Lahıcanda gizlədərək qoruyub saxlamağı bacarmışlar. Çünki biz bilirik ki, Səfəvilərdə şeyxlik irsi keçirdi və əgər İsmayıl da öldürülərdisə, onların bir növ kökü kəsiləcəkdi. Ona görə də Qızılbaş tərəfdaşları onu böyük risk altında olsa da belə qoruyub saxlamağı bacardılar. Gəlib çıxmış 15-ci əsrin sonunda 1499-cu ildir. Həmin vaxt Azərbaycanda Ağqoyunlu dövlət hakimiyyətdə olsa da belə artıq dövlətdə xaotik bir vəziyyətdir. İstər Bayandurlu sülaləsinin üzvləri arasında hakimiyyət uğrunda çəkişmələr olsun, istər dövlətin daxilindəki feodal çəkişmələri artıq sadə xalqın bir növ səbrini tükətmişdi və belə bir dövrdə Səfəvilər təriqətinə olan rəğbət yenidən meydana çıxmış, yenidən güclənməyə başlamışdı. Belə bir vaxtda gənc İsmayıl 1499-cu ildə tarix səhnəsinə qədəm qoyur. O, gizli şəkildə saxlanıldığı Lahıcanı tərk edərək əvvəlcə Ərdəbilə, daha sonra isə Astarıya gəlir və burada olan öz tərəfdaşlarını ətrafında cəmləşdirir. Daha sonra Şərqi Anadoluya yürüş eləyir ki, burada da Qızılbaşların tərəfdaşlarını öz ətrafında cəmləşdirsin. Ərzincanda Qızılbaşların bir müşavirəsi keçirilir. Bunlar orada qərara gəlirlər ki, ilk yürüşü məhz Şirvana etsinlər. Çünki həmin vaxt Azərbaycanda bir Ağqoyunlu, bir də Şirvanşahlar dövləti var idi. Bunların ikisindən birinə ilk zərbəni vurmaq gərəkirdi. Əslində bunun iki tərəfdən belə deyim də baxa bilərik ki, niyə məhz Şirvana ilk yürüş hədəfi kimi seçdilər? Birincisi strateji cəhətdən birbaşa Ağqoyunlular üzərinə yürüş etmək o qədər də belə deyim də düzgün olmazdı. Çünki Ağqoyunlular həm daha geniş ərazidə idilər, həm daha güclü idilər. Və eyni zamanda əgər Ağqoyunlular üzərində Şirvanı belə deyim məhv etməmiş gedərdilərsə, şimaldan da onlara bir təhlükə ola bilərdi. Ağqoyunlularla Şirvanşahlar əvvəllər də olduğu kimi birləşə bilərdilər. Ona görə də Şirvanı burada zərərsizləşdirib cənuba doğru hərəkətə keçmək daha ağla batan idi. Digər tərəfdən isə siz bilirsiniz ki, İsmayılın həm atası, həm babası məhz Şirvanşahlarla döyüşdə öldürülmüşdü. Hətta onun atası Şeyx Heydəri məhz həmin dövrdə də Şirvanşahı olan Fərrux Yasar məğlub edərək öldürmüşdü. Buna görə də onlar 1500-cü ilin payızında Gülüstan qalası yaxınlığında baş verən Cabanı döyüşündə ilk zərbəni Fərrux Yasara vururlar. Fərrux Yasar məğlub edilir və döyüşdə öldürülür. Daha sonra Səfəvilər Şamaxını, ardıca 1501-ci ildə Bakını ələ keçirib Şirvanşahların xəzinəsinə sahib olurlar. Şirvanşahların son bir istinadgahı qalmışdı, Gülüstan qalası. Çünki bəzi nümayəndələri ora sığınmışdılar. Əgər Gülüstan qalası da fəth olunarsa, Şirvanşahlar dövlətinə tamamilə son qoyulmuş olacaqdı. Lakin belə bir vaxtda cənubda Əlvənd Mirzənin qulağına xəbər gedir ki, İsmayıl yuxarıda qan eləyir və Əlvənd Mirzə Təbrizdən şimala doğru hərəkətə başlayır. İsmayıl Gülüstan qalasının mühasirəyə alıb Gülüstan qalasını və belə bir vaxtda o öz tərəfdaşlarına
müraciət edir. Deyir ki, sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı? Yəni Gülüstan qalasının mühasirəsini davam elətdirək, yoxsa gedib Əlvəndlə döyüşək? Hər kəs yekdilliklə təbii ki, Azərbaycan taxtını istədiyini bildirir və beləliklə İsmayıl Əlvəndin qoşununa qarşı döyüşə başlayır. 1501-ci ilin yayında tərəflər arasında baş verən Şərur döyüşü Qızılbaşların qələbəsi ilə yekunlaşır və İsmayıl Ağqoyunluların birinci qoluna son qoyaraq Təbrizə daxil olur və özünü 1501-ci ilin payızında Təbrizdə şah elan etmiş olur. Bununla da Azərbaycan tarixində Səfəvilər dövlətinin əsası qoyulacaq. Yuxarıda gördüyümüz şəkildə də məşhur Ərk qalası təsvir olunmuşdu, hansı ki Təbrizin simvollarından biri hesab olunur. İsmayılın Təbrizə girişini göstərən bir rəsm əsəridir. İsmayıl Ağqoyunluların birinci qolunu məhv etdi, amma biz bilirik ki, Ağqoyunlu dövləti iki hissəyə parçalanmışdı və ikinci qola rəhbərlik eləyən Murad padşah hələ də öz varlığını saxlamaqda idi. 1503-cü ildə Həmədan yaxınlığında Almabulağı döyüşü baş verir və bu döyüşdə İsmayılın 12 minlik qoşunu Muradın 70 minlik qoşununu darmadağın edərək Bayandurlu sülaləsinin hakimiyyətinə qəti olaraq son qoyur. Azərbaycanda Səfəvilərin hakimiyyəti get-gedə güclənməkdədir. Çox keçmədən İsmayıl öz hakimiyyətini daha geniş ərazilərə yayır. Belə ki, o İranın mərkəzi hissələrini, şərq əyalətlərini, daha sonra Şərqi Anadoluda bir çox hissə əraziləri, eləcə də Ərəb İraqını Səfəvilər dövlətinə qatır. 1510-cu ildə İsmayıl şimala doğru hərəkət edərək Dərbəndi tutur və Dağıstan feodal hakimləri də İsmayılın hakimiyyətini qəbul edirlər. Bu zaman Azərbaycanda iki belə deyim də dövlət qurumu və yaxud da hakimiyyət mövcuddur. Bunlardan biri Şirvanşahlar dövləti, biri isə Şəki hakimliyidir. Onlar İsmayıla öz sədaqətlərini, ehtiramlarını bildirirlər. Hətta burada mənbəmizdə göstərilir ki, Şirvan hökmdarı, yəni artıq yeni bir Şirvanşahdır, Şeyxşah öz adamlarını qiymətli hədiyyələrlə İsmayılın hüzuruna göndərir, ona sadiq olduğunu bildirir. İsmayıl da Şirvanşahların daxili idarə etmə haqqını təbii ki, Səfəvilərdən asılı olmaq şərti ilə saxlamaqlarına icazə verir. 1510-cu ildə İsmayıl şərqdə olan rəqibinin də aradan götürəcək. 1510-cu ildə Şeybanilərlə Səfəvilər arasında Mərv yaxınlığında döyüş baş verir və bu döyüşdə Özbək hökmdarı Şeybani xan öldürülərək Xorasan əyaləti ələ keçirilir. Beləliklə, deyir ki, Səfəvilərin əraziləri Amudərya çayından, baxın, Amudərya çayından Fərat çayına qədər olan əraziləri əhatə edən nəhəng bir imperatorluğa çevrilmiş olur. Yəni 1501-ci ildə yaranmış olan Səfəvilər dövləti 1510-cu ildə artıq imperatorluğa çevrilmiş oldu. Baxırıq dövlətimizin daxili siyasətinə, təbii ki, mərkəzləşdirilmiş dövlət yaradılması yolunda irəliləyirdik. Dövlətdə əsas hakimiyyət şaha məxsusdur, amma buna baxmayaraq şahın yanında deməli məşvərətçi, yəni məsləhətçi orqan olan nüfuzlu əmirlərdən, nüfuzlu tayfa başçılarından ibarət olan Ali Məclis fəaliyyət göstərirdi. Yəni ki, onların da fikri ilə, belə deyim də, məsləhəti ilə hesablaşdırmış hər nə qədər hakimiyyəti qeyri-məhdud olsa da. Şahın müavini vəkil sayılırdı, dövlətdə ikinci şəxs idi. Bundan başqa onun mülki və maliyyə işlərində köməkçisi vəzir hesab olunurdu. Dini işlərə də Ağqoyunlu, Qaraqoyunlu dövlətlərində olduğu kimi sədr başçılıq eləyirdi. Orduya əmrəl-ümara, şahın saray qvardiyasına isə qorçubaşlar rəhbərlik eləyirdi. Elatlardan toplanmış bu qoşun isə çərik adlanırdı. Yəni gördüyümüz kimi Ağqoyunlu, Qaraqoyunlu dövlət idarəçilik quruluşunu müəyyən mənada dəyişikliklərdən əsasən saxlamışdı Səfəvilərdə. Ağqoyunlulardan, Qaraqoyunlulardan fərqli olaraq torpaq mülkiyyəti forması hansı ki irsi idi, vergi toxunulmazlığına
sahibi idi. Soyurqal torpaqları Səfəvilər dövlətində ləğv olunur. Bunun əvəzində ayrı-ayrı şəxslərə xidmət müqabilində tiyul adlanan şərti torpaqlar verilməyə başlanır. Tiyul şərti idi dediyimiz kimi, amma bəzi hallarda şahın fərmanı ilə irsən keçə bilirdi. Bütün vəzifələrə deməli, Azərbaycan türk tayfaları başçılıq eləyirdi. Ordu komandanlığı, vilayətlərin idarə olunması işləri, saray işləri onların əlində idi. Amma buna baxmayaraq, şah deyir ki, bütün işlərə ciddi şəkildə özü nəzarət eləyirdi və ən yaxın adamları belə hər hansı xırda yolda olsa mərkəzdən qaçma meylləri göstərərdisə, şah onları belə deyim də cəzalandırılırdı. Burada onun bir nümunəsini də verir, özünün tərbiyəçisi, lələsi olan Hüseyn bəy Şamlının nümunəsində. Bundan başqa deməli, dövlətimizdə Azərbaycan türk dili çox önəmli rola sahib idi. Saray daxilində, orduda və hətta qismən də olsa diplomatik yazışmalarda belə Azərbaycan dilindən istifadə edilirdi. Dövlətimiz teokratik dövlətdir. Nə deməkdir teokratik dövlət? Dini qaydalarla idarə olunan dövlət. Dini qayda qanunun əsas götürüldüyü bir dövlət idi. Biz bilirik ki, Səfəvilər İslamın Şiə məzhəbinə sahib idilər və bunu da dövlət dini elan etmişdilər. Bunun həm də bir belə deyim də siyasi də səbəbi var idi. Çünki həmin dövrdə digər qonşu dövlətlərdə müsəlman dövlətləri sünni idilər. Və şiəliyi isə biz Ərdəbil hakimliyi mövzusunda bu haqda danışmışdıq. Şiəliyin isə köklərinin Məhəmməd peyğəmbərə bağlanması onların sünni hökmdarlar üzərində bir növ üstünlüyünü nümayiş etdirmək məqsədi güdürdü. Bundan başqa Səfəvi şahları öz hakimiyyətləri dövründə xalqın da qayğısına qalırdılar. İlk vaxtlarda vergilərin bəzilərini ləğv etmiş, bəzilərini azaltmışlar. Əsas vergi olan malcəhət məhsulun 1/6 həcminə qədər azaldılmışdı. Bundan başqa deməli deyir ki, şəhərin sənətkarlarına, tacirlərə, güzəştlərə onların nümayəndələrinin mühüm vəzifələr tutmasına belə icazə verirdilər. Son olaraq baxırıq, deməli dövlətimizin deməli mövzumuzda olan döyüşlərin xronologiyasına möhkəmləndirməkdən ötürü dedik ki, dövlətimiz 1501-ci ildə yarandı, amma buna qədər döyüşlərimiz var idi, hansı ki 1500-cü ildə Səfəvi Şirvanşah qoşunları arasında olan Cabanlı döyüşü Səfəvilərin qələbəsi ilə başa çatmışdı. Təbii ki 1501-ci ildə Səfəvilər və Ağqoyunluların birinci qolu ilə olan döyüş Şərur döyüşü, bu da təbii ki Səfəvilərin qələbəsi ilə başa çatmışdı. 1503-cü il Səfəvilər ilə Ağqoyunluların ikinci qolu, yəni Murad Padşah arasında baş verən Almabulağı döyüşü, bu da Səfəvilərin qələbəsi ilə eyni qaydada bitmişdi. 1510-cu il Şeybanilərlə olan Mərv döyüşü və Səfəvilər dövlətinin imperatorluğa çevrilməsi. İlk iki döyüşümüz, diqqətli olmaq lazımdır, Səfəvilər dövlətinə aid deyil, çünki bilirik ki, Şərur döyüşündə İsmail qələbə çaldıqdan sonra dövləti elan edəcək. Digər döyüşlərimiz isə Səfəvilər dövlətinə aid idi. İdarəetmə quruluşu haqqında da danışdıq. Dövlətin başında qeyri-məhdud hakimiyyətə malik olan şah dururdu. Onun yanında məşvərətçi orqan olan Ali Məclis fəaliyyət göstərir. Şahdan sonra ikinci şəxsimiz vəkil, mülki sahədə köməkçisi vəzir, dini işlərə isə sədr baxırdı. Hərbi sahədə hərbi başçımız Əmirəl-Ümarə idi. Bundan başqa Şahın saray qvardiyasına da qorçubaşılar komandanlıq edirdilər. Dövlətimiz teokratik, yəni dini qaydalarla idarə olunan bir dövlət idi. 1501-ci ildən 1736-cı ilə qədər olan dövrdə fəaliyyət göstərəcək. Paytaxtımız isə əvvəllər də olduğu kimi Azərbaycanın təxti hesab olunan Təbriz olacaq. Mövzumuz bu qədər. Hər kəsə uğurlar.